Quran-ı Kərimdə 99-cu surə olaraq Zəlzələ surəsi qeyd olunur. Bir məlumat qeyd edeyim. İndi bir elm kimi deyək və yaxud bir məşğuliyyət mi deyək, Quranda olan rəqəmlər, məsələn sıralamalar, filanlar, məsələn filan surə 59-cudur və onun elmi izahı da məsələn 59-dur, misal. Və yaxud filan kəlmə Quranda filan qədər zikr olunub və filan şeylə calaşdıranda uyğun gəlir. Yəni rəqəmlər. Bu rəqəmlər nə dərəcədə doğrudur ki, rəqəmlərlə hər hansı bir həqiqətə yetişmək. Həmən bu rəqəm məsələsi o vaxt güvəniləsi, inanılası bir şey ola bilərdi ki, o Peyğəmbər zamanında və yaxud Həzrət Əli əleyhissalamın dəsti xətti ilə yazılmış və cəm elədiyi Quran. Çünki Həzrət Əli əleyhissalam yazdığı Quranın haqqında deyilir ki, səbəb-i nuzul, belə deyək də, nasix, mənsux filan, ümumən Peyğəmbərdən nə görübsə, Həzrət Əli əleyhissalam onu qələmə alıb. Və Həzrət Əli əleyhissalamın da Quran elmi haqqında cahildən başqa heç kim deyə bilməz ki, Həzrət Əli Quranda geriyə qalır. Məsələn, səhih hədislər var ki, Həzrət Əli əleyhissalam buyurur ki, Peyğəmbər mənə elmi verəndə, yəni o başlayanda mən susurdum, qəbul eləyirdim, o susanda mən başlayırdım. Yəni Həzrət Əli ilə Peyğəmbər əleyhissalam hər ikisi belə deyə də sakit dayanmayıblar. Peyğəmbər susubsa Həzrət Əli soruşub ondan neçə il? 23-dən də qabaq, Peyğəmbərdən də qabaq, uşaqlığından Həzrət Əli əleyhissalam Peyğəmbərlə. İndi buradan bir məqam var, ona qısa izah verim. Biz deyəndə ki, məsələn, müəyyən səhabələr kafir olub, müşrik olub, Allahdan başqasına əyilib durub, ibadət eləyib və Rəbbini tanımayıb, cahil olub, filan olub, filan olub. Amma Həzrət Əli əleyhissalam İslamda olub və tövhiddə olub, heç bir bütə sitayiş eləməyib. Belə bir cavab verirlər. Yəni Həzrət Əlinin İslamı bunlara ağır gəlir. Bu Həzrət Əli də sizindir də, Yahudinin deyil ki, Xristiyanın da Həzrət Əli, o da sizindir də, müsəlmanın. Deyəndə ki, məsələn, filan səhabə müşrik olub, olub da, yəni adam 50 yaşında, 40 yaşında, 60 yaşında əşhədü ən la ilahə illallah deyib. Belə bu həqiqətdir də, bunu niyə inkar eləyək ki? Adam ömrünün çox hissəsini kafir olub, 63, 64, 65 yaşında da ölüb. Yəni 40-50 yaşında iman gətirib, 10, 13 il, 20 il İslamda olub, sonra dünyasını dəyişib. Ömrünün 40 ilini bu adam kafir olub, müşrik olub, bütün sitayişçisi olub. Olub da, amma Həzrət Əli olmayıb. Deyəndə xoşlarına gəlmir. Yəni Həzrət Əlinin İslamı bunlara çox ağır gəlir ki, neyniyək ki, Həzrət Əli bu heç bir bütə ibadət eləməyib, bunun yanına bir şeydə qoyaq ki, qoy bu fəzilət öz nurunu itirsin. Deyirlər ki, İslamda doğulan səhabələr. İslamda doğulan səhabələr olub. Yəni Peyğəmbər İslamı gətirəndən sonra dünyaya uşaqlar gəlib, cavan yaşlarında, məsələn 13, 14, 15, 16 yaşında səhabələr olub. Onlar da bütə ibadət eləməyib də. Qardaş, sən bu maniyəni niyə qoyursan mən qabağıma? Həzrət Əli düşmənindir səni. Sən elə bəhbəh deyib niyə qəbul eləmirsən?
Sənin üçün xəlifədir, mənim üçün imamdır da. Sənin üçün səhabədir, mənim üçün Allahın hüccətidir. Yəni burada səni narahat eləyən nədir Həzrət Əliyə? Deyəndə sırazu yanından bir şey dərhal ki, filankə səhabə də la ilahə illallahla doğulub da, İslamda doğulub, heç bir bütə sitayiş eləməyib. Ona da kərrəmallahu vəcəhu deyək, qardaş, sən niyə narahat olursan? Buna cavab belə olacaq ki, İslamda doğulan səhabələr də olsa, Peyğəmbərin qucağında böyüməyib. O, keçmişi kafir olan atasının qucağında böyüyüb. İslamın yarısını bilib, yarısını bilməyənin qucağında böyüyüb. Amma Peyğəmbər özü Həzrət Əlinin anasının qucağında böyüyüb, Həzrət Əli əleyhissalam da Peyğəmbər qucağında. Yəni, Həzrət Əlinin atası Peyğəmbərimizi saxlayıb. Hətta ona anam deyərək müraciət eləyirmiş. Məsələn, Həzrət Əli də Peyğəmbərə anamın oğlu. Belə müraciət eləyirmiş. Yəni, Həzrət Əli Peyğəmbər tərbiyəsi ilə böyüyüb. Peyğəmbər və səhih hədislər qeyd elədim ki, Peyğəmbər mənə verəndə susurdum, verməyəndə mən tələb eləyirdim. Yəni, o susanda mən tələb eləyirdim. Hansı ayə, harda nazil olub? Yer olaraq. Nə zaman nazil olub? Kimin haqqında nazil olub? Məndən yaxşı onu bilən yoxdur. Həzrət Əli deyir. İkinci səhabə yoxdur bu sözü desin. Yəni, bir səhabə tapın, Həzrət Əli kimi desin ki, səluni, səluni, soruşun məndən, soruşun məndən. Belə bir səhabə yoxdur. Yəni, din, Quran, qəzavət elmində Həzrət Əli əleyhissalamdan ələm nədir? Yoxdur. Niyə? Çünki bütün səhabələri ötüb. Öncədən o olub. Məsələn, hədislərdə var, indi il dəqiq yadımdadır, 7 ildir, ya 5 ildir. Peyğəmbər arxasında mən namaz qılanda cəmaat bütlərə ibadət eləyirdi. Mən namaz qılanda, Həzrət Əli deyir, bu müəyyən adamlar bütlərə sitayiş eləyirdi. Bu olub da, niyə bunu rahatkən sevinəyin də, niyə pis olur qaxı? Niyə Həzrət Əlinin fəzilətini qeyd eləyən kimi yanından bir nəfəri icad eləyirik ki, yox, o da olub da, o da olub da. Yox, sən niyə narahatsan axı? Yəni, nə olub sənə? Yəni, Həzrət Əlinin İslamı bugünkü günə qədər müəyyən insanlar üçün ağırdır və onun İslamını rahat qəbul eləyə bilmir. Bax, diqqət eləyin, bu müqəddimədən sonra müəyyən, xüsusən bu qeyd elədiyimə bəyaxları Quranda rəqəmlər sıralama, məsələn, filan surə 7 ayədir, bu filan şeyə işarə eləyir. Bu 19-dur, filan şeyə işarə eləyir. Bu rəqəmlər nə vaxt etibarlı ola bilərdi? O vaxt ki, ixtilaf olmasın. Məsələn, hal-hazırda biz bilmirik ki, Quranın neçə ayəsi var. Yəni, bir müsəlman yoxdur ki, Səudiyyədə, Türkiyədə, Rusiyada, Çində, Hindistanda, Azərbaycanda bir müsəlman yoxdur ki, desin Quranın ayəsi bu qədərdir. Bilinmir. Quranın surəsinin nə qədər olduğu, onu da heç kim bilmir. Rəylər var. Alimlərin rəyi. Bu alim deyir, məsələn, 112-dir, bu alim deyir 114-dir, bu alim deyir 116-dır. Bir alim deyir, Tövbə surəsi müstəqil et surədir. Keçmiş surənin davamıdır. Şəxs var, Nas və Fələqi Quran surəsi hesab eləmir. Nas və Fələq bir Quranın surələri deyil. Neçə surə olacaq? 112. Peyğəmbərin zamanında yaşayıb adam. Nas və Fələq bir Qurandan deyil.
Aydın? Yəni bunların özünün müzakirəsi var. Yəni mən nəyə işarə eləmək istəyirəm? Quranda rəqəm var. Surələrin sayı olmalıdır, ayələrin sayı olmalıdır, hərflərin sayı olmalıdır. Bu mövzularda alimlər yazıb, hətta hərfi də oturublar, barmaqla hesablayıblar qədimdə. Quranda nə qədər hərf var. Hərəsi bir rəqəm çıxardıb. Hərəsi bir rəqəm çıxardıb. Amma Həzrət Əlinin, Peyğəmbərin imlası və Həzrət Əlinin yazısı, Peyğəmbər imla eləyib, Həzrət Əli əleyhissalam yazıb, o elə bir kitab halında qorunub saxlanılsaydı, aydın, orada heç bir problem olmayacaqdı. Quran elə bir şahidlə yazılıb. Özü də belə deyək də 13 il, 14 il sonra Peyğəmbər dünyasını dəyişəndən sonra şahidlə. Şahid var yazırıq, yoxdur yazmırıq. Yəni belə necə deyim? Yəni kamil yanaşma deyil mövzuya. Axı Həzrət Əli əleyhissalamın haqqında kəlam var ki, adam Quranı əvvəldən axıra qədər yazıb və hansı ayənin harda nazil olduğunu bilir, yazıb, hansı nə vaxtına qədər, gecə, gündüz, Ramazan ayında, Rəcəb ayında hamısını bilir, yazıb. Bu qədər məlumatdan niyə istifadə olunmasın? Mənim sualım var. Niyə Həzrət Əli 3 dəfə Quran yazılmasına cəhd göstərilib, heç birində istifadə olunmayıb Həzrət Əlidən ki, gəl sən də iştirak elə. Yəni 3 dəfə Quran yazılmasına, toplanmasına səy göstərilib, heç birində də Həzrət Əlidən istifadə olunmayıb. Və hədislər də deyir ki, Quranın mütəxəssisi Həzrət Əli əleyhissalamdır. Bir sahabə deməyib ki, məndən soruşun. Və yaxud hansı ayə harda nazil oldu, nə zaman nazil oldu, kimin haqqında nazil oldu. Yəni belə bir adamdan niyə istifadə olunmasın axı? Bütün belə deyək də məlumatlar var. Adam hadisələrin iştirakçısıdır. 3 dəfənin 3-ündə də bu adamdan istifadə olunmur. Hər nə. Yəni müəmmalı məsələlər var ortada. Yəni yenə qeyd edirəm, Quranda rəqəm mövzusu o vaxt etibarlı ola bilərdi ki, iştirakçı onun nüsxəsi elə bir əlimizə çatsaydı. Da şahidlərlə, bunun şahidi varsa qəbul olunur. Şahidi yoxdursa qəbul olunur. Məsələn, 2-ci xəlifə ayə gətirir ki, vallahi bunu Peyğəmbərdən eşitmişəm. Şahidin var? Yox, yazmırlar onun üçün. Amma Xüzeymə adında şəxs, onun ayəsi olur, onun da şahidi olmur. Amma onun üçün yazırlar. Və cavab da belədir ki, Xüzeymənin şahidliyi 2 nəfər şahidliyindədir. Amma xəlifənin şahidliyi 2 nəfərin şahidliyində deyil. Yəni xəlifənin şahidliyi rədd olunur, amma Xüzeymənin şahidliyi nədir? Qəbul olunur ki, Peyğəmbər Xüzeymənin haqqında deyib ki, onun bir şahidliyi 2 sayılsın. Həzrət Əli yazıb da bu əziyyətin üstə çəkirsiniz ki, əgər problem haşiyədədirsə, məsələn, bu ayə nazil olub Ramazan ayında, o haşiyələr Qurana qarışmasın, nüsxəni götürün, fəqət Quranı Məkkə və Mədinə, İncil və Tövrat kimi, əhd-i qədim, əhd-i cədid, Məkkə, Mədinə. Bu cürünə Həzrət Əli yığıb da, götürün istifadə eləyin. Amma indiki Quran Məkkə, Mədinə qarışıb. Məsələn, Fatihə filan yerdə nazil olub. Məkkə, Mədinə, Məkkə, Mədinə, Məkkə, Mədinə. Bu qarışıqlığın nə şey var ki? Yəni, bu Məkkədə nazil olmayıb. Ardıcıllığı qoruyaq da. Niyə qorumuruq?
onun da bilsin müəyyən məqamı var. Hər halda Quranda rəqəm indi hal-hazırda kimsə danışırsa, o etibarsızdır. Məsələn, filan qədər bu ayənin hədis, məsələn, Dəmir surəsinin ayəsi filan qədərdir. Mendeleyevin cədvəlində də Dəmirin kodu budur. Quran möcüzəsi. Məsələn, kim dedi ki, o say o qədərdir? O, bir alimin nəzərində elədir, başqasının nəzərində artıq əskidir. Yəni, məsələn, bir ayə, bəzi surələr var, məsələn, 5 ayə bir alim deyir, başqa alim deyir, yox. Adicə Fatihə, heç uzağa getməyik. Fatihə kimi məşhur surə var. Çünki Peyğəmbərimizdən qətiyyətlə kəlam var. La salatə illə bi fətihətil kitab. Namaz deyilən şey, orada Fatihə yoxdursa, o namaz deyil. Sən namaz qılmamısın. Surədə ixtiyarın var. Hansı surəni seçirsən, seç. Fatihədən sonra. Amma Peyğəmbərimizin qoyduğu dəyişməz qaydadır. Sünni də, şiyə də məcburdur buna. La salatə, namaz sayılmaz, məgər ki orada nə ola? Fatihə ola. Fatihəsiz namaz yoxdur. İndi Fatihəsiz namaz yoxdur nə deməkdir? Hər müsəlman namazında neyinib? Fatihə oxuyur. Bu günləri Fatihə surəsinin kəlmələrində hələ də ittifaq yoxdur. Sünni sünninin arasında, şiyə şiyənin arasında, sünni şiyənin arasında. Bilmirlər ki, ayə harda başlayır, harda qutarır. Misal, Bismillahirrahmanirrahim. Fatihənin hissəsidir ya, yox. Müsəlmanlar bölündü iki yerə. Hələ sünnilər öz aralarında. Bir qisim deyir ki, Fatihə, Bismillah Fatihənin hissəsidir. Bismillahirrahmanirrahim 1, Elhamdülillah Rabbil Alemin 2 və gəl aşağı. 7 dənə ayədir. Bir qisim sünni bunu deyir. Amma bir qisim, xüsusən bu sələf alimləri, onlar deyir Bismillah Fatihə. Ümumən Quranda Bismillah deyilən bir şey yoxdur. Bismillah bir dənə Süleymanın məktubundadır. Vəssalam. Quranın ayəsi olaraq Bismillah deyilən şey yoxdur. Bax, diqqət edin, Məkkə Mədinədən oxunan Quranlara. Məkkə Mədinədən televizorda baxa bilərsiniz. Bismillah demirlər. Bismillah nədir? Nə namazda demirlər. İndi müəyyən meçidlərə də gedin, görəcəksiniz təkbir. Allahu Ekber, Elhamdülillahi Rabbil Alemin. Və Bismillah hara getdi? O əqidəsində Bismillah Quran deyil. Surələri bir-birindən ayırmaq üçün, səhabələr tərəfindən təbərrük olaraq və cürəbəcür illətlər gətirilir. Təkbir, Allahu Ekber, Elhamdülillahi Rabbil Alemin. Bismillah, bizdə Bismillah hissə deyil. Amma avam cəmaata demirlər. Avam, cahil cəmaata demirlər ki, biz Bismillahı Qurandan hesab eləmirik. Neyinirlər? Xüsusən bu Məkkə Mədinə televiziyası, radiosu yaxşı bir fənn istifadə edir. Surə, indi qari Quran oxuyur da, 24 saat Quran oxunur. Bu iki televiziyada, verilişdə Məkkə canlı, Mədinə canlı, qarilər Quran oxuyur. Necə oxunur? Məsələn, Məmməd ağa birinci Bismillahirrahmanirrahim, yad adamın bir səsi gəlir Bismillah. Sonra qari, sələf qarisi Bismillahsız surəni oxuyur. Sən başa düşmürsən. Amma mən başa düşürəm axı, siz cəmaatı aldadırsınız. Hələ qari desin də Bismillahirrahmanirrahim, Qul huvallahu əhəd. Yox, elə deyil. Diqqət edin, bir də izləyin bu Məkkə Mədinə radiosunu, televiziyasını. Yad bir adam, Gül Məmməd, intonasiyanla Bismillahirrahmanirrahim. Sonra qari başlayır.
Elhamdülillahillezî ceale filan filan getdi. Ayəni başladı oxumaq, surəni başladı oxumaq bismillahsız. Deməli, əhl-i sünnənin bir qismi, hamısı yox. Deyir, Bismillahirrahmanirrahim. Quran ayəsidir, Fatihənin hissəsidir, oxumalısan. Oxumasın, sən Fatihə surəsi oxumamsan. Amma bir qismi və onların içində ən bariz nümunə sələf alimləridir. Onlar deyir ki, indi əksəriyyəti deyir, azı deyir, mən bir neçəsindən xəbərim var da. Bismillah Fatihənin də hissəsidir. Quranda Bismillah deyilən şey yoxdur, bir fəqət şeydədir. Yəni, Quran surələri Tövbə surəsi kimi başlamalıydı. Bismillahsız. Peyğəmbər nə demişdi? Nə demişdi Peyğəmbər? Fatihəsiz namaz nədir? Namaz deyil. Peyğəmbər vaxtından namaz qılınır ya qılınmır? Qılınır. Bu deyə ya deməyə, yəni bu müsəlmanlar buna da ittifaq eləməyib. Ki, Fatihə 7-dir ya nə qədər? İndi bu qayıdıb deyəcək ki, sən kim dedi ki, Fatihə 7 deyil? Fatihə hələ 7-dir. Amma Bismillahsız. Yaxşı qardaş, Bismillahsız necə 7 olur? Deyir, bax belə. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. İhdines sıratal mustaqim. Sıratallezîne en'amte aleyhim deyandıq. Və yaxud sıratallezîne en'amte aleyhim gayril mağdubi aleyhim dayandıq və leddallin 7-ci odur. 7-ci odur. Niyə? Yəni onun da belə havadan danışmır. Onun da hədisi var, filanı var. Mən nəyə işarə eləmək istəyirəm? Peyğəmbər deyib ki, Fatihəsiz namaz nədir? Yoxdur. Sünninin arasında, Sünni Şiyə ilə ittifaq eləmirlər ki, Bismillah bu 7 ayəli hər gün oxunan surə bizə şübhəli gəlib çatıb sayında. Quranın mətni, yenə təkrar eləyirəm, bəzi ağlın xaladelnikə qoyub çıxanlar evdən, mən bir söz deyən kimi sıraz onu başa düşürlər. Quranın mətni Allah nətər nazil eləyibsə, elə də nədir? Vardır. Yəni, maket yerindədir, skelet yerindədir, nə deyim, hərflər hamısı yerindədir. Nə bir hərf azalmayıb, nə bir hərf artırılmayıb. Müşkül nədədir? Sürüşdürmələrdə bu ayəni sürüşdürüblər başqa ayənin içinə 2 ayə olmalıdır, onu eləyiblər nə? 1 ayə. 1 ayə olmalıdır, onu eləyiblər 2 ayə. Çünki Quran yazılanda surələrin arasına rəqəm qoyulmayıb. Surələrin arasına bir gül işarələri olur ki, surəni surədən ayırmaq üçün. Olmayıb. Hələ surə yazılıb və salam. Ardıcıl da nöqtəsiz. Nöqtəsiz ki, fikir bitdi. Olmayıb. Nə hərflərin nöqtəsi olub, nə hərflərin tənvini olub. Ümumən, məhz hərfin özü. Amma nöqtəsiz. Nöqtə də olmayıb. Nöqtə sonralıqcan bir 35 il sonra, 30 il sonra Qurana başlayıblar nöqtə qoymağa filan eləmək. 25 il, 30 ildən sonra. Yəni, Quran mətni belə deyək də inkişaf eləyə gəlib. Bu inkişaf deyəndə o deməkdir, hərf artırılır, ayə artırılır. Yox, nöqtələrdir, tənvindir, sonra mədd işarəsidir, mənnəm odur, budur, belə şeylər. Amma Quranın rəsmi nədir? Yerindədir. Heç bir rəsmin özülündə problem nədir? Yoxdur. Problemlər hardadır? O sürüşdürmələrdə, bölgüdə, məsələn, ayənin Məkkə, Mədinə olması, filan olması, belə şeylərdə problemlər hələ də nədir?
vardır. Deməli, Fatihə surəsinin 7 olmasının hardan başlayıb, harda qutaracağını biz bilmirik. Niyə? Çünki alimlər əvvəldən, belə deyək də, bir-birlərinin arasında ittifak eləməyiblər, hərəsi bir yerdən neyniyib, başlayıb. Adicə Fatihə surəsinin oxunuşu. Müəyyən sahabə belə oxuyurmuş. Deməli, Qeyril mağdubi aleyhim İhdinə sıratal müstəqim Sırata mən ən'amtə aleyhim Sırata mən ən'amtə aleyhim Mən o kəslər deməkdir. O kəslərin yoluna ki, onlara neynəmsən? Nimət vermirsən. Amma indiki bizim əlimizdə olan nüsxədə mən kəlməsi yoxdur. Yəni, məşhur qari var, Şənnəbuz. O belə oxuyurmuş. Sırata mən ən'amtə. Və buna görə də kişini belə deyək də qamçılayıblar da ki, sən niyə belə oxuyursan? O dəlil təqdim eləyib, sübut təqdim eləyib, amma qəbul eləməyiblər ki, yox, sənin qiraətin nadir qiraətlərdəndir, belə oxuma. Bir dəfə də oxusun, baş bədəndən ayrılacaq. O belə şeylər. Yəni, onu demək istəyirəm ki, say, rəqəm etibarsızdır. Kimsə Quranda olan rəqəmlərə söykənib nəsə desə, o adam müəyyən alimin fikrinə uyğun düz deyir. Amma digərinin fikrinə uyğun nədir? Düz demir. İndi hər halda mən deyəndə ki, zəlzələ 99-dur, bunu yəqin olaraq demirəm. Zəlzələ Quranın surəsidir, amma 98-dir, 99-dur, 97-dir, 96-dır, onu heç kim bilmir. Bəzi alimlərin nəzərində 99-dur. Deməli, Zəlzələ surəsinin iki yanaşması var. Bir, surənin fəziləti, bir də surənin mətnində olan müəyyən məsələlər. Bir fəzilət deyəcəm, bir də mətnində olan bir məsələyə işarə edəcəm, amma bu surənin içində çox böyük mövzular var qiyamət günü ilə bağlı. Yəni, bu surə qiyamət günü ilə bağlı olan bir surədir. Yəni, bu surədə qiyamət günündən savayı bir şey yoxdur. Tamam? Və orada da müxtəlif mövzular var. Məsələn, biz elə bilirik ki, kitabı qoyacaqlar qabağımıza ki, sən falan şey eləmişsən, deyəcəksən, yox. Göstərəcəklər ki, bəs burada yazılıb axı, sən falan şey eləmişsən, mələk yazıb. Deyəcəksən, xeyr, səhv yazıb, mən elə şey eləməmişəm, mələk yalandan yazıb. Mələyin üzünə duracaq insan. Ayədə nə gəlir? Yevməydin yasdurun nəsu əştətən liyurav ə'maləhum. İnsanlar dəstə-dəstə qiyamət günü çıxacaq, mömin, kafir, hamı dəstə altında, dəstə formasında çıxacaq. Ne üçün? Liyurav ə'maləhum. Əməllərini görmək üçün. Əməli biz neynəyəcəyik qiyamət günü? Görəcəyik. Yazı öz yerində. Yazını insan qəbul eləməyəcək. Mələyi ki, Allahın əmrinə asi olmayan, yalan danışmayan, haqqa girməyən mələyə insan töhmət atacaq ki, bu mənim haqqıma girib yalandan yazır. Amma əməlin görəndə xeyir əməllər xoş formada və şər əməllər də şər formasında olacaq. Da onu deyə bilməyəcəksən, bu mənimdir. Yapışacaq səndən. Ki, yox, mən səninəm. İnsan deyəcək, yox, bu geniş bir mövzudur. Onu vaxtında toxunarıq. Fəziləti haqqında bir kəlmə deyim. Adətən biz bir Quran surəsi haqqında və yaxud hər hansı bir Əhl-i Beytdən gələn duanın haqqında deyəndə ki, bu duanı oxusun. Məsələn,
ev və evin əhli hifz zamanda qalar, mələkələr ora dəstə-dəstə gələr, filan eləyər. Müəyyən adamlar ağız büzür ki, nətər olur bir cümlə ilə bu qədər bu ağla batmır, filan eləmir, onu eləmir, bunu eləmir. Onların qarşısını almaq üçün öncədən iki kəlmə deyim ki, onlar sussun, sonra davam edək. Deməli, İbn-i Teymiyyə və İbn-i Üseymin, bunlar sələfi alimləridir. Sələfilərin etiqad elədiyi ən düz alimlərdir. Bunlar nədir? Deməli, İbn-i Teymiyyə Bəqərə surəsinin, Hud surəsinin 44-cü ayəsini məsləhət görürmüş ki, burnundan qan açılan insanlar yoxdur, durduğu yerdə burnundan nədir? Qan açılır. Hud surəsinin 44-cü ayəsini onun alnına neynəsinlər? Biz kağıza yazıb verəndə gülürlər. Amma bu sələf alimi deyir ki, yox, kəlləsinə yazın. Və heç bir nəfər də demir ki, bu nə deyir? Quranı alnına yazarlar, Quran əməl eləmək üçündür, Quran hidayət üçündür. Bizə çatanda olar belə. Amma özləri deyəndə ki, Quranı götür, yaz cinan alnına, bir məsləhət də verir. Qanla yazmayın, o burundan gələn qanla. Deməli, bəzi əhl-i sünnə alimləri olub ki, onu qanla yazıb. Amma İbn Teymiyyə qadağa qoyur. Deyir, qanla yazmaq olmaz. Su ilə, zəfəranla filan pak bir maddə ilə neynəsiz yazır? Sual. Peyğəmbərdən bir zəif hədis varmı ki, Hud 44-ü alnıva yazın? Yox, yoxdur. Yaxşı, yoxdursa bunun adı nədir? Bidət. İbn Teymiyyə bidət? Yox, burada başqa şey var, siz başa düşmürsünüz. Bəli, biz başa düşmürük. Və yaxud İbn Hüseymin deyir ki, Bəqərə 266-nı dəridə xəstəlik var. Ora yaz. Bəli, həll olacaq. Həkimə getməyə ehtiyac yoxdur. Gəlin güləyin. Nəzər yəni həkimə getməyə ehtiyac yoxdur. Dəri xəstəsi, həkimi var, filan var, getmə, yox. 266-nı yaz və o xəstəlik nə olacaq? Gedəcək. Kağıza yazaq? Yox, dəriyə, dəri hardadır o xəstəliyi onun üstünə? Deməli, bunlarda olar. Amma molla bir dənə kağıza nəsə yazanda olur nə? Cadügər. Olur nə? Sahirun azim. Deməli, bu tayfanı sakit eləmək üçün bu kəlmələri dedim ki, belə deyə də götürüb bu deyəcəyimi şok, Şiə şeyxi belə bir şey dedi. Bu öncəkini də deyin, sonra mən dediyimi də deyərsiniz. Deməli, bu surənin fəziləti haqqında gözəl kəlmələr var. Diqqət edin, salavat göndərin Peyğəmbərimizə. Mən qara'a hadihi surə u'tiyə minəl əcri kəmən qara'a rub'əl Qur'an. Rub' nə deməkdir? Rub' 1/4 deməkdir. Xums 5/1 deməkdir. Suls 3/1 deməkdir. Sumn 8/1 deməkdir. Sub' 7/1 demək və belə. Fu'ul vəznində 5/1, 3/1, 4/1 hesablama var. Peyğəmbərimizə nisbət verilən hədisdə belə bir kəlam var. Kim Zəlzələ surəsini oxusa, ona Quranın 4/1 hissəsinin əcri veriləcək. Yəni, Quranı böl 4 yerə, bir dəfə Zəlzələ oxusun, Quranın 4/1'ini oxudun. 2 dəfə oxusun, 4'dən 2'si. 3 dəfə oxusun, 4'dən 3'ü. 4 dəfə oxusun, bütöv Quran. İndi biz axşam Allahın izni ilə vəsiyyət namazı qılacağıq. Orada 13 dəfədir. Yəni 4 neçə dəfə təkrar olacaq? 3 dəfə.
3 dəfə 4 nədir? Deməli, o namazı qılan 3 dəfə Quranın xətminin nədir? Savabını əldə eləyəcək. Bir surəni oxumaqla, bəli, hələ bir surəni oxumaqla. Bir surəni oxu, bu qədər əcr Allah Taala verəcək. Bu bir xasiyyəti bu surənin ki, insana belə bir imtiyaz verir. İndi mən bunu təcrübədən çıxarmamışam, amma kitabda var. Oğurluq olub. Məsələn, evinizdə oğurluq olub. Bilmək istəyirsən ki, oğru kimdir? Bu surənin təsirindən də biri budur. Bu surə çörəyin üstünə yazılır. Məsələn, bir yuxanın üstünə yazılır, zəfəranla, su ilə. İbn Teymiyyə dediyi kimi o alına yazırdı. Mən məsləhət görürəm, hədisdə, Peyğəmbərə nisbət verilən hədisdə çörəyə yazılsın. Və həmin o çörək şübhəli olan şəxslərə yedirdilsin. Kimin halı dəyişsə, vay onun halına. Belə bir şey deyilir. Bu kəlamda gəlir. Və mən kətəbəha alə xubzin və at'amaha sahibə səriqa. Oğurluq eləyənə yedirdilsə, ardında da müəyyən kəlmələr var, da istifadə olunmasın deyə oxumuram onları. Yəni ona pis təsir eləyəcək. Əgər adam oğurlayıbsa, adam seçiləcək. Məsələn, mən 5 nəfərdən şübhələnirəm, 5-inə də çörəyə Zəlzələ surəsini yazaraq verdim. Kitabın sahibi deyir, mən demirəm, deyib, sabah başlayacaqlar paylaşmağa. Şiyə şeyxi oğrunu tutmağın yolunu izah elədi. Daxili İşlər Nazirliyi işin qoysun kənara, hələ bu belə də Zəlzələ surəsini yazıb versinlər oğruya. Oğru nədir? Etiraf eləyəcək də onu döyməyə, təzyiq göstərməyə ehtiyac yoxdur. Nə var hamısının boynuna alacaq? Mən demirəm, kitabdadır, kitabın adını da demirəm, kitabdadır və Peyğəmbərə nisbət verilən hədisdədir. İndi buna iman lazımdır ki, bu təsir göstərsin və yaxud müəyyən əməllər lazımdır, o başqa mövzudur. Necə İbn Teymiyyə xəstənin alnına surə yaza bilir və ona müalicə eləyə bilir, heç bir hədisdə gəlməyib. Amma mən dediyim yox, kitabın sahibi dediyi, mən demirəm. Kitabın sahibi deyir ki, Peyğəmbərdən belə bir hədis var. İbn Teymiyyənin heç hədisi də yoxdur. Amma bu kitab sahibinin nədir? Hədisi vardır. Belə bir təsiri var. Deməli, bu fəziləti haqqında və təsiri haqqında qısa olaraq, amma çox burada məsələlər var. Surədə insan kəlməsi gəlir. Deməli, İzə zülzilətil ardu zilzələhə və əxrəcətil ardu əsqaləhə və qaləl insanu mə ləhə. Qaləl insanu, qalə dedi. İnsan, insan. İnsan deyəcək, mə ləhə. Yəni, sual formasıdır. Nə olub? Nə məsələdir? Öz kəlmələrimlə başa düşmək üçün izah edirəm. Bu insan kimdir? Bu insan kimdir? Deməli, müxtəlif hədislər var. Deməli, Küfədə, Mədinədə bir neçə yerdə bu hadisə təkrar olub. Zəlzələ olur, zəlzələ olur. Həzrəti Əli əleyhissalam deyir ki, o insan mənəm. O insan, bu Zəlzələ surəsində deyilən insan mənəm. Bu zəlzələ o zəlzələ deyil. O zəlzələ hansı zəlzələdir? Qiyamət. Yəni, zəlzələni rahat qəbul eləyir. Ki, bir təbii görüntü kimi narahat olmuyor. Bu o zəlzələ deyil.
onun üçün narahat olun. Aydın oldu. Biraz da fikirləşilsə çox şey tapılar. Peyğəmbər və əhl-i beytinə salavat zikr edək. Namaz barədə işarəniz bilməyənlər. Namaz barədə işarəniz. Deməli, vəsiyyət namazı fəzilətli namazlardandır. Qufeylə namazı kimi savabı böyük olan namazlardandır. Fəqihlərimiz bəziləri rəca qəsdi ilə, bəziləri müstəhəb olaraq fətva verir. Məsələn, Şeyx Tusi bilafasilə müstəhəb olduğunu vurğulayır. Amma Seyyid Sistani ağa rəca qəsdi ilə, məsələn, Ürvətül Vüsqanın şərhində də qeyd eləyir, qəbul eləyir bu namazı, rəca qəsdi ilə qılına bilər və qılınma qaydası da belədir. Niyyət eləyirsən, Peyğəmbərin tövsiyə elədiyi vəsiyyət namazını qılıram, qürbətən ilallah. Bu niyyət. Yo, müstəhəb namazdır, müstəhəb. Allahu Ekber. Fatihə surəsini oxudun. Vələddallin. 13 dəfə Zəlzələ surəsi oxuyacaqsan. Rüku, səcdələr, qalxdın. İkinci rəkətdə də eyni qaydada Fatihə surəsi oxuyursan. 15 dəfə Qul huvallah İxlas surəsini oxuyursan. Qunut tutursan tut, tutmursan tutma. Rükuya gedirsən, 2 səcdəni eləyirsən və salam deyib namazdan çıxırsan. Vəsiyyət namazının savabı haqqında geniş danışılıb. Şəhidlərimizin qəriqi rəhmət, vətənimizin əmnaman, gələn günlərin xeyrə calanması üçün və müşküllərin həlli üçün mömin-möminatın qəlbində xeyir dualar var. Qəbul olması üçün əziz Peyğəmbərimizə salavat hədiyyə edir.